Deməli, bugün 6-5 sinif şagirdləri ilə tarixdən sorğu eləyəcəyik. Görüş şagirdlərimiz suallara necə cavablandırır? Başlayırıq. İbtidai icma quruluşu neçə dövrdən ibarətdir uşaqlar? Asəf? Hansıdır? Alt paleolit, orta paleolit. Kim cavab verir? Başqa? Nəzrin? Orta daş. Daş dövrü, Orta daş. tunç dövrü, daş dövrü, tunç dövrü və dəmir dövrü. Daş dövrü neçə yerə bölünür? Aydandır. 3 yerə bölünür. Hansıdır? Qədim daş dövrü, yeni daş dövrü, orta daş dövrü. Orta daş dövrü. Deməli, bəs qədim daş dövrü neçə yerə bölünür? Nigardır? 3 bölünməli bölünür. Alt paleolit, üst paleolit və orta paleolit. Alt paleolit, orta paleolit, üst paleolit. Azərbaycanın ən qədim insan məskəni haradır? Deməli, Nəzrindir. Azıq mağarası. Bəli. Bu tədqiqat işi aparan alimin adı nə idi? Nigar? Məhəmməd Əli Hüseynovdur. Bəli, düzdür. Burada nə tapılıb? Asəf? Mən qadınların çənə sümüyü. Alt çənə sümüyü tapılıb, düzdür. İlk insan toplusu necə adlandırılır? İlk insan toplusu necə adlanır? Aydan? Qan qolunməli. Ona hansı de? Qəbilə. Sən de? Ulu icma. Bəli. Ulu icmanı qəbilə icması hansı dövrdə əvəz etdi? Hansı dövrdə əvəz etdi? Ulu icmanı qəbilə icması. De görün. Alt paleolit, üst paleolit. Bir dövrdir. Alt yoxsa üst paleolit? Yox, üst paleolitidir. Deməli, üst paleolit. Sonra ilk əmək alətləri nədən hazırlanıb? Nəzrin? Daş əmək aləti. Deməli, dulusçuluq və toxuculuq hansı dövrdə yaranmışdır? Aydan? Neolit. Neolit. Deməli, anaxaqanlıq hansı dövrə aiddir? Anaxaqanlıq Nəzrin? Bəs ataxaqanlıq? De görüm. Səndir? Ataxaqanlığı sən Nigardır? Erkən? Tunç dövrüdür. Birinci ictimai əmək bölgüsü nə deməkdir? Birinci ictimai əmək bölgüsü nə deməkdir? Aydan? Mezolit məhdəli. Yox, birinci ictimai Nigar? Əkinçilikdən ayrılması birinci ictimai əmək bölgüsüdür. Sonra, deməli, dairəvi evlərdən hansı dövrdə istifadə olunur? Dairəvi evlərdən. Asəf? Səndir? Orta paleolit. Səndir? Yox, enolit dövründə. Bəs ilk əldə olunan metal hansı idi? İlk əldə olunan metal? Aydan? Səndir? Misdir. Mis daş dövrü necə adlanır? Mis daş dövrü? Nə cür deyirik? Asəf? Aydan? Mezolit məhdəli. Yox, mis daş dövrü enolit dövrüdür. Anaxaqanlıq, ataxaqanlıq hansı dövrdə əvəz etdi? Nəzrin? Üst paleolit. Sən də görüm Nigar? Asəf? Anaxaqanlığı mənim üst paleolit. Ataxaqanlığı erkən tunç dövründə əvəz eləyib. Boyalı qablar mədəniyyəti hansı dövrə deyirik? Boyalı qablar. Nigar? Sən də görüm? Boyalı qablar Aydan. Neolit məhdəli. Sən də görüm? Orta tunç dövrünə deyilir. Orta tunç dövründə. Deməli, heyvanları uzaq məsafədən ovlamaq üçün nədən istifadə edirdilər? Nəzrindir? Ox və kaman. Hansı dövrdə icad olunur? Asəf? Aydan? Orta paleolit. Mezolit dövrü. Deməli, mezolit dövründə belə də icad olunub. Sonra belə deyək ki, Neandertal insan tipi hansı dövrdə meydana gəlir? Nəzrin? Bəs ağıllı insan? Aydan? Üst paleolit. Bacarıqlı insan? De görün. Bacarıqlı insan alt paleolit dövrünə aiddir.